Karbonazda bugün son illərdə sürətlə populyarlaşan bir markadan danışırıq. Changan. Əsası 1862-ci ilə gedib çıxan Çinin ən köklü avtomobil istehsalçılarından biri. Bəli, bəlkə bir çoxları üçün bu ad yenidir, amma Azərbaycanda son illər küçələrdə getdikcə daha çox görünür. Səbəb nədir? Sadə, qiymət və təklif etdiyi paket. Bu maşınlar müasir dizayn, texnologiya və komfortu daha münasib qiymətə təqdim edir. Yəni eyni büdcə ilə daha dolu, daha premium hiss verən avtomobil əldə etmək olur. Xüsusilə Changan UNI-V modeli gənclər arasında çox populyardır. Aqressiv dizayn, sport görünüş və texnologiya hamısı bir arada. Daha çox komfort və premium axtaranlar isə Changan Q07 modelini üstünlük verir. Böyük salon, müasir interyer və zəngin komplektasiya ilə diqqət çəkir. Əsas fərq isə buradadır. Bəziləri markaya pul verir, bəziləri isə aldıqları funksiyaya. Changan ikinci qrupu oynayır. Daha az pula daha çox şey verir. Bəli, hələ uzunmüddətli dözümlülük mövzusu müzakirə mövzusudur. Amma indiki bazarda qiymətə görə nə alırsan sualında ciddi rəqibdir. Ona görə də Azərbaycanda bu markaya maraq sürətlə artır. Xüsusilə yeni nəsil sürücülər arasında. Seçimin nədir? Yeni model Changan yoxsa eyni qiymətə köhnə bir Alman maşını?